Salam əziz izləyicilərim. Bugün mən 5 dəqiqədə hazırlaya biləcəyiniz, çay dəmlənən kimi hazırlaya biləcəyiniz çox dadlı peçenye reseptini sizlərlə bölüşürəm. Siz də az ərzaqla çox dadlı peçenyelər evdə hazırlayıb nuş eləyə bilərsiniz. İndi isə keçək hazırlamasına. 100 qram kərə yağı, 150 qram şəkər tozu, 1 ədəd yumurta, yaxşıca qaba əlavə eləyib yaxşıca qarışdırıram. Qarışdırandan sonra 150 qram kəsmik, 1 başqa qabartma tuzu, 1 başqa vanil, 100 qram da duru yağ əlavə eləyib qarışdırıram. Bütün ərzaqları yaxşıca qarışdırandan sonra burada oğlum da mənə köməklik göstərir. 2 xörək qaşığı qarğıdalı nişastasını da əlavə eləyirəm. Sonra isə apardığı qədər ondan xəmir kimi yoğururam. Çox bərk olmayan, elə spatula ilə hazırladım. Çox bərk olmayan, elə yapışmayan belə xəmir alınır. Quru meyvə olaraq mən keşmiş və biraz fındıqdan, xırdalanmış fındıqdan istifadə elədim. Siz başqa quru meyvələrdən də istifadə eləyə bilərsiniz. Onları da yaxşıca qarışdırandan sonra əvvəlcədən bişirəcəyim tavaya belə alındığı kütlədən yumru şariklər formada götürürəm. Əlimi biraz yağa bulayıb bu formada bütün peçenyeləri hazırlayıram. Hazırladıqdan sonra üstünə vilqa ilə biraz əzirəm ki, çox da qabarmasın. 180 dərəcədə 20-25 dəqiqə bişirirəm. Çox dadlı, ağızda əriyən yumşaq peçenyelər alınır. 5 dəqiqədə hazırlaya bilərsiniz. Gözləməyə ehtiyac yoxdur. Amma dadından duyulmayan, yumşaq, ağızda əriyən peçenyelərdir. Hələ də kanalıma abunə olmamısınızsa, mənə dəstək olmaq üçün kanalıma abunə olub, videolarıma like eləməyi, mənə dəstək olmağı unutmayın. Sağ olun, hələlik.